Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn məktəbinin 3-cü kurs tələbəsi Rahilə Orucova vəfat edib. Bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edib. Rahilə Orucovanın ölüm səbəbi açıqlanmayıb. Bugün Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Balacəfərli kəndi ərazisində mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Mina Təmizləmə Agentliyi məlumat yayıb. Agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü Samir Mübarizoğlu İmanverdiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Samir İmanverdiyev rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur. Dövlət Sərhəd Xidmətinin baş çavuşu Pərviz Məmmədzadənin ölüm səbəbinin koronavirus olduğu ekspertiza rəyi ilə müəyyən edilib. Onun xidmətdə olarkən vəfatı ilə bağlı başlanmış cinayət işində yeni detallar üzə çıxıb. Hadisə üzrə aparılan istintaq nəticəsində 1995-ci il təvəllüdlü Pərviz Məmmədzadənin komandiri baş leytenant cinayət məsuliyyətinə cəlb edilib. İstintaq materiallarında qeyd olunur ki, baş çavuş bir neçə gün ərzində hərbi hissədə qızdırma, öskürək və digər respirator simptomlardan əziyyət çəkib. Lakin komandir onun xəstəliyini kifayət qədər ciddi qiymətləndirməyib və tibb məntəqəsinə göndərilməsini təmin etməyib. Əksinə, yalnız qaynar su ilə qəbul edilən toz dərman vasitəsi verilməklə xidmətdə qalması tapşırılıb. Xəstəlik isə inkişaf edərək kəskin tənəffüs çatışmazlığına səbəb olub və Pərviz Məmmədzadə dünyasını dəyişib. Gəncə Hərbi Məhkəməsi ilkin mərhələdə komandir barəsində bəraət hökmü çıxarıb. Məhkəmə belə nəticəyə gəlib ki, baş leytenantın ölümünə səbəb ola biləcək səviyyədə xəstəliyi bilməsi sübut edilməyib. Lakin dövlət ittihamçısı qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Prokuror məhkəməyə təqdim edib ki, komandir baş çavuşun xəstə olduğunu bilib və ona dərman verməsi də bunu təsdiqləyir. Eyni zamanda hadisə üzrə digər hərbiçilər də Pərviz Məmmədzadənin səhhətində problemlər olduğunu ifadələrində qeyd ediblər. Gəncə Apellyasiya Məhkəməsi ittiham tərəfinin argumentlərini əsaslı hesab edərək komandiri Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirli bilərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Cinayət Məcəlləsinin 70-ci şərti maddəsi tətbiq olunmaqla cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib. Cinayət işində mərhum baş çavuşun atası Baba Məmmədzadənin ifadəsi də yer alıb. O, komandirdən şikayətçi olmadığını, lakin oğlunun başqa şəxslər tərəfindən öldürüldüyünü iddia edib. Ata həmçinin qeyd edib ki, oğlu ölümündən bir neçə gün əvvəl zəng edərək hospitala yerləşdiriləcəyini deyib. Bizə xəstələndiyini demədi, yıxıldığını, qolunun qırıldığını və buna görə hospitala gedəcəyini söylədi. Səsində burun tutulması hiss edirdim, amma xəstə olmadığını dedi. Bizi narahat etmək istəməyib. Sonradan öyrəndi ki, qolu da qırılmayıbmış.